Xoş gördük Meydan TV-nin hörmətli tamaşaçıları. Bugün biz yanvarın 25-də Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Təşkilatının üzvlərinə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya çıxarılan hökm barədə söhbət edəcəyik. Həm söhbətimiz vəkil Yalçın İmamovdur. Xoş gördük. Yalçın. Əvvəlcədən bildirim ki, dünənki məhkəmədə Müsəlman Birliyi Təşkilatının sədri Talib Bağırova 20 il, Abbas Hüseynova 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayilov 17 il, o cümlədən təşkilatın 12 nəfər üzvünə 14 il, 6 ay və həbs olunanda yetkinlik yaşına çatmayan Ramin Yarıyeva 10 il və AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il azaddan məhrum etmə cəzası çıxarıldı. Yalçın bəy, əvvəlcə ona başlayaq ki, söhbətin hökm sizin üçün gözlənilən gözlənilməli. Çünki hökmdən qabaq sosial şəbəkələrdə, hətta bəzi mətbuat orqanlarında Talib Bağırova, Abbas Hüseynova belə deyək də daha ağır cəza gözlənildi. Məsələn, Talib Bağırova 10 illik cəza veriləcək deyildi. Bu baxımdan. Yəni biz Ədalət Mühakiməsi mövqeyinə baxanda biz bəraət hökmü gözləyirdik. Amma mövcud reallıqlar və Azərbaycan məhkəmələrinin hazırki durumu baxımından təbii ki, ittiham hökmü gözləyirdik və bu ittiham hökmü də gözləndiyimiz necə idisə o cürdə baş verdi və sözün açığı mən vəkil kimi daha ağır, xüsusən Talib Bağırova münasibətlə ömürlük azaddan məhrum etmə cəzasının çıxarılacağını gözləyirdim və onun özü də bunu gözləyirdi və dəfələrlə həm məhkəmə çıxışında, həm məhkəmə fasilələri zamanı ömürlük azaddan məhrum etməsindən məmnun olacağı ilə bağlı fikrim bildirmişdi. Və bu hökm gözlənilən hökm idi və bir şey deyim ki, bu cür məhkəmələrdən ancaq bu cür hökm gözləmək olar. Və mən indi fikirləşirəm, dünən hökmdən sonra fikirləşirəm ki, əgər bir halda ki, ittiham hökmü hökmə köçürüləcəksə, nəyə görə biz əziyyət çəkib bu qədər vəkil personalı, bu qədər məhkəmə və bu qədər dövlətin vəsaiti ən azı təqsirləndirilən şəxslərin etap olunmasına, qaytarılmasına və məhkəmədə nəzarətin təşkil olunmasına nəyə görə sərf olunurdu? Bir halda ki, demək, ittiham aktı axırda hökmə köçürüləcəksə xırda istisnalarla, yəni bu ittiham hökmü gəlib ittiham aktına istinadən əvvəlcədən də elan eləmək olardı. Ümumiyyətlə, proses zamanı, bir neçə davam etdirilən proses, hansı qanun prosedurlar pozuldu? Bu proses, yəqin ki, izləmişsiniz və yaxud da ki, məlumatlısınız. Bu proses, məncə, son illər Azərbaycanda baş tutan ən böyük məhkəmə prosesidir və bu prosesdə çox ciddi qanun pozuntuları ilə müşahidə olundu və təsəvvür edin ki, iş üzrə şahidlər, ittiham tərəfinin şahidləri məhkəmə gedişatı boyunca polis idarələrinə aparıldı və işgəncələri verildi. Və yəqin xatirinіздədir, Maştağa və Nardara qəsəbəsindən olan ona yaxın şahid Sabunçu rayon polis idarəsinin və Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinə aparıldı. İbtidai istintaq dövründə verdikləri ifadələrini təsdiqləməklə bağlı onlara işgəncələr verildi. Hətta buna baxmayaraq şahidlər yenə məhkəmədə gəlib həmin ifadələri təsdiq eləmədilər. Eyni zamanda təqsirləndirilən şəxslərin yaxın qohumlarına təzyiq olundu. Abbas Hüseynovun üç qardaşı məhkəmə gedişatı boyunca mütəşəkkil cinayətlərə qarşı mübarizə idarəsinə aparıldı. Orada onlara işgəncələr verildi. Yasamal rayon polis idarəsinə aparıldı. Orada onlara işgəncələr verildi. Məhkəmə gedişatında ən absurd, yəni məhkəməyə müdaxilə kimi hesab etdiyim ən ciddi fakt dekabr ayının 15-də, ötən ilin dekabr ayının 15-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin artıq keçmiş rəhbəri Sadiq Gözəlovun bəyanatı oldu. Və həmin bəyanatda Daxili İşlər Nazirliyi təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozaraq Talib Bağırzadə tərəfdarları və eyni zamanda vəkillərin cəzalandırılması ilə bağlı böyük bir bəyanat verdi və bəyanatda artıq Bağırzadə və tərəfdarlarının cinayətinin sübutda yetirildiyi ilə bağlı çox ağır və hüquqa heç bir aidiyyəti olmayan fikirlər yer almışdır. Biz bununla bağlı da məhkəməyə vəsatət verdik və məhkəmədən xahiş etdik ki, bu təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qeyd alınsın. Eyni zamanda
Sabit Gözəlovun ələ və şərh qismində məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırılır. Ancaq təbii ki, çox saylı vəsatətlərimiz kimi bu vəsatətlər təmin olunmalı. Və yəqin xatırınızdadır, məhkəmə gedişatı boyunca xüsusən Milli Şuranın aktivistləri, Milli Şurada təmsil olunan şəxslər kütləvi şəkildə mütəşəkkil cinayətçilərə qarşı mübarizə idarəsinə çağırıldı və orada narkotik işi ilə bağlı sosial şəbəkələrdə aktivliyi dayandırmaq onlardan tələb olundu. Hətta bugün də həbs olunurlar. Məsələn, Rövşən Məmmədli jurnalist 30 sutqa azadlıqdan məhrum olunubdu, inzibati cəza olaraq. Nəinki bugün məhkəmə gedişatında məhkəmə prosesinə, açıq məhkəmə prosesinə gələn şəxslərin özü, yəni sadəcə məhkəmə prosesinin iştirakçısı olan şəxslər belə. İnzibati qaydada həbs olundu, Fail Şahbazov yəqin xatırınızdadır. Eyni zamanda Tacəddin Qaydaliyev, Göygöl rayonundan olan bir fəal idi. Sırf məhkəməyə gəldiyinə görə əvvəlcə inzibati qaydada həbs olundu, sonradan Fail Şahbazova Cinayət Məcəlləsinin 228-ci maddəsinin cinayət açıldı və barəsində həbs qərarı seçildi. Və ümumiyyətlə məhkəməyə gələn şəxslərin hər birinin şəxsiyyət vəsiqəsi yığılırdı və sonradan həmin o yığılmış şəxsiyyət vəsiqələri əsasında onların qeydiyyatda olduğu yer üzrə polis idarələrinə məlumat verilirdi və həmin polis idarələri məhkəməyə gələn şəxsləri çağırırdı. Nəyə görə məhkəməyə getmişsən, getməkdə məqsədin nədir? Fəli Bağzadənin niyə müdafiə edirsən? Burada bir məqam da var ki, həmin o belə deyək, prosesdə təqsirlənilən şəxslər, dünən haqqında hökm çıxarılan Talib Bağlı, belə deyək də, Abbas Hüseynov və digərlərinin banditlərdə işgəncəyə məruz qalması, bu haqda onların açıqlama verməsi və məhkəməyə həmin o belə deyək, işgəncə verənlərin çağırılması, belə səbəbə gəlməli. Bu barədə nə deyirsiniz? Yəni bu işgəncə faktları gələcəkdə sizin əlinizdə, Avropa Məhkəməsi şikayətində bir istifadə olacaq mı bunlardan? Başa düşdüm. İşgəncə faktları demək ki, uzun müddəti əhatə edən işgəncə faktları oldu. 1 noyabrın 26-sında 2015-ci ildə əməliyyat zamanı həbs olunarkən verilən işgəncələr və bunlar cinayət işi materiallarında məhkəmə tibb ekspertizasının rəyləri ilə təsdiq olunur. Hər bir təqsirləndirilən şəxsin üzərində verilmiş işgəncələr, onlara yetirilmiş fiziki xəsarətlər hamısı əksini tapıb. Və bununla bağlı bizim mövqeyimizdə, müdafiə mövqeyimizdə də yəni bu argumentləri, bu dəlilləri biz istifadə edərik. Ancaq bundan sonra, noyabrın 26-sından sonra həmin təqsirləndirilən şəxslər mütəşəkkil cinayətçilərə qarşı mübarizə idarəsində uzun müddət saxlanılırlar. Bəziləri hətta 2016-cı ilin yanvar ayının 7-sinə qədər saxlanılır. Və bu müddətdə də sonradan işgəncələr verilib. Yəni onlara etiraf edici ifadələr almaq üçün işgəncələr verilirdi və bununla bağlı biz məhkəmə gedişatında vəsatət qaldırdıq. Məhkəmə tibbi ekspertizasının keçirilməsi ilə bağlı, əlavə tibbi ekspertizasının keçirilməsi ilə bağlı və ekspertiza keçirildi, amma ekspertiza necə keçirildi? Tibb eksperti təsəvvür edin ki, Bakı İstintaq Təcridxanasına gedir, yalnız vizual müşahidə aparır, heç bir tibbi avadanlıq aparmır və o demək ki, bizim müdafiə etdiyimiz şəxslərə səndə hansı xəsarətlər var, haran ağrır və bu cür banal, heç bir araşdırma aparmadı və yalnız noyabrın 26-sında verilmiş xəsarətləri bir daha təsdiq edərdi. Təbii ki, bununla bağlı biz həmin ekspertiza rəyini artıq məhkəmə gedişatında da şübhə altına aldıq ki, bu artıq obyektiv deyil və məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun tələblərinin pozulmasıdır. Ən azı təqsirləndirilən şəxslərin üzərində noyabrın 26-sından sonra dekabr və yanvar ayında verilmiş xəsarətlərlə bağlı onlar fikirlərini bildirir. Bununla bağlı tibbi avadanlıqların köməyi ilə daha ətraflı müayinə aparılmalıdır. Bunlar heç biri baş vermədi. Burada bir məqam da var. Məsələn, Talib Bağırova irəli sürülən ittihamlar, qəsdən adam öldürmək, buna cəhət, qanunsuz silah saxlamaq, ordu silahı əldə edilməsi, bunlar məhkəmədə öz sübutunu tapdı mı bu maddələr? Nəinki bunlar? Ümumiyyətlə, təqsirləndirilən şəxslərin Abbas Hüseynova 23 maddə ilə, digər təqsirləndirilən şəxslərin, yəni 16 nəfərə 21 maddə ilə, o cümlədən Talib Bağırzadə 21 maddə ilə ittiham rəyə sürülmüşdür, Fuad Qəhrəmanlıya 3 maddə ilə ittiham rəyə sürülmüşdür. Bu ittihamların heç biri təsdiqini tapmadı və məhkəmə araşdırmasında yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırıldı. Müdafiə tərəfinin təqdim etdiyi sübutların heç biri araşdırılmadı. Ancaq hətta ittiham tərəfinin araşdırılmış sübutları ilə belə bu 18 nəfərə qarşı irəli sürülmüş ittihamların heç bir təsdiqini tapmadı və ittiham darmadağın oldu.
təsəvvür edin ki, əməliyyat axtarış tədbirlərinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında 26 noyabr 2015-ci tarixli protokol var. Həmin protokola 8 nəfər hal şahidi imza atıldı. Və məhkəmə hüquq praktikasında ilk dəfədir mən və digər həmkarlarım rastlaşırdıq ki, hal şahidləri məhkəməyə dəvət olunan şəxslərin siyasında adları qoyulmamışdır. Bir tərəf təqsirləndirilən şəxslər deyir ki, biz günahsızıq və bizə işgəncə verilib və sonradan etiraf edici ifadələr alındı. Digər tərəf mütəşəkkilin zərərçəkmiş şəxsləri, belə deyək, dırnaq arasında deyirlər ki, bunlarda silah olubdur, bunlar adam öldürməyə cəhd ediblər və yaxud da ki, terrora hazırlıqla məşğul olublar və s. və ilə. Belə olan halda üçüncü bir tərəf, yəni obyektiv bir tərəf bununla bağlı məsələlərə aydınlıq gətirə bilərdi. Xüsusən də ki, əməliyyatla bağlı, yəni 26 noyabrda keçirilmiş əməliyyatla bağlı. Video çəkişlər zaten. Onlar kim ola bilərdi? Hal şahidləri ola bilərdi. Hal şahidləri ilə bağlı biz dəfələrlə şifahi və yazılı şəkildə vəsatət verdik ki, bu 8 nəfər hal şahidi məhkəməyə dəvət olunsun və dindirilsin. Müdafiə tərəfindən dindirilsin. Bunlar istintaq dövründə dindirilib, amma sizə deyim ki, onların... Kimlər burada? Konkret adını adını çəkirlərsiniz? Məsələn, sizə deyim, İntiqam Kərimov, yəqin ki, bu ad sizə tanış olar. Həmin İntiqam Kərimov, Bayram Məmmədovun işi üzrə, siyasi məhbus, Bayram Məmmədovun, vicdan məhbusu Bayram Məmmədovun işi üzrə hal şahidliyi edən şəxslərdən biridir. Yəni, bu adam peşəkar şəkildə bu cür işlərdə hal şahidliyi ilə məşğul olan şəxsdir. Və biz sorğu ilə verdik narkoloji mərkəzə, bu şəxsin məlum oldu ki, narkoloji dispanserdə qeydiyyat. Deməli, bundan istifadə edirlər. Bəli, yəni bu cür şəxslər, yəni hal şahidləri polisin qeyri-rəsmi agentləridir və bu cür əməliyyatlarda onlar asılı olduqlarına görə istənilən sənədə qol ata bilir, imza ata bilirlər. Halbuki Nardanın işindən, belə deyək, Bayram Məmmədovun işi tam başqa şeydir. Aydındır, amma taktika dəyişmir. Çünki həmin sənədlərə hal şahidi qol çəkməlidir, hal şahidi cinayət prosesində maraqlı olmayan şəxsdir. Onlar da bu cür qeyri-rəsmi əməkdaşları olan şəxslərdən istifadə edirlər və həmin sənədlərə qol çəkirlər. Bir də bir məsələ, orada ölüm məsələsi, məsələn, polislərin ölümü bu. Təqsirləndirilən şəxslər, məsələn, azadlıqdan məhrum olunan şəxslər, həm Abbas Hüseynov, həm digərləri, həm Talib Ağarov, Bağırzadə tamam başqa şeylər danışır. Yəni, bu barədə nə deyə bilərsiniz? Sübut varmı? Bilirsiniz, orada 6 nəfər həlak olubdur və məhkəmə araşdırması zamanı həmin şəxslərin kim tərəfindən öldürülməsi ilə bağlı suala aydınlıq gəlmədi. Və kifayət qədər ciddi argumentlər, dəlillər səsləndirildi ki, həmin polis əməkdaşları, yəni mülki şəxslərlə bağlı məsələ aydındır. Cinayət işi materiallarına görə, həm də məhkəmədə ifadə verən zərərçəkmiş şəxslərin ifadələrinə görə, onlar baş mütəşəkkil cinayətkara qarşı mübarizə edəsinin əməliyyatı keçirən şəxslərə tərəfindən atılmış güllər nəticəsində öldürülüblər. Hərçənd ki, onların heç biri, yəni bizim dindirmələrimiz zamanı, hər hansı biri məhz hansının atdığı güllər nəticəsində demək, ya Əkbər Babayev, ya Sarvan Səfərov və yaxud da Rəfal və yaxud Fərhad Bünyatov qardaşlarının öldürülməsi ilə bağlı məsələyə aydınlıq gətirmədilər. Polis əməkdaşları ilə bağlı. Orada 2 polis əməkdaşı həlak olub, İsmail Ağayev, Vüqar Nəsibov. Və cinayət işi materiallarına görə onlar həyata daxil olarkən, Əlifəz Bünyatovun mənzilinə daxil olarkən, atılmış qumbaranın ətrafa səpələnmiş qəlbələri nəticəsində yaralanırlar və sonradan Daxışda Nazirinin Arif Eydarovun hospitalında vəfat edirlər. Bilirsiniz, qumbara, mən cinayət işi materiallarına yetərincə tanış oldum və həmin o qumbaranın hər hansı bir izinə rast gəlmək mümkün deyil. Əgər bu qumbara atılıbsa və bunun hər hansı bir izi olmalıydı, ya yaratdığı çuxur olmalıydı, ya ətrafa sərfələnən qəlbələr hər hansı bir digər şəxslərə dəyməlidir. Bunlar yoxdur. Bunların heç biri yoxdur. Polis əməkdaşlarının biri tam şəkildə, yəni istintaqın versiyasına görə tam şəkildə qəlbələr, o qəlbələr nəticəsində vəfat edib, digər isə bir güllə və bir qəlbə nəticəsində. Yaxşı, bu qumbara atılıbsa, ən azı bu yerdə hər hansı bir çuxur, çökə əmələ gətirməlidir. Bu qumbara atılıbsa, demək, binanın və yaxud da hasarın və yaxud da mənzilin hər hansı bir yerində onun izləri olmalıdır.
və hadisə yerinə baxış keçirmə protokolu var və orada da o izlərin heç birinə rast gəlmək mümkün deyil. Nəhayət yekuna gələk, Fuad Qəhrəmanlı, AXDP sədrinin müavini. Onu 281, 283, 220.2 milli, ilgili, sosial və ya da başqa maddi, o cürə dövlət əleyhinə çağırış, polisi tabi olmalı, kütləvi çıxışlar. Halbuki onun statusuna görə həbs olunmuş. Biraz günüz yarım bu ithamlarına qarşı. Nə düşünürsünüz bu arada? Nədir, sübut olunur bunlar? Qəhrəmanlı nəzərə alır ki, son 20 ildə 3-cü dəfə də artıq azaddan məhrum olmuş. Bəli. Siz Fuada qarşı iləri sürmüş iddialar o qədər absurddur. Doğrudan mən çətinlik çəkirəm bu haqda danışmağa. Yəni burada cinayət hadisəsi deyilən bir şey yoxdur. Fuada qarşı onun statusu ona iləri sürmüş iddialara Facebook'da statusu. Ne yazmışdı ki? Bu statusların məzmunu nədən ibarətdir? Demək, 2015-ci ilin 9 sentyabrından 2015-ci ilin dekabr ayının ikisinə qədər olan statuslardır. Onun statusdur və bu statuslarda İslam dilindəki cəhalət tənqid olunur. Sonradan nardaran hadisələri baş verəndə Talib Ağazadə və tərəfdarlarına qarşı baş verilmiş hadisə polisin və siyasi hakimiyyətin provokasiyası kimi qiymətləndirilir. Və Fuad Qəhrəmanlı sual edir ki, əgər Talib Ağazadəni bundan əvvəlki kimi dəfələrlə polisə çağırıb həbs etməyə imkanı var idisə, nəyə görə o əməliyyat keçirilirdi? Nəyə görə Azərbaycan dövləti öz vətəndaşlarına qarşı bu cür sual mıydı da vəssalam? Bəli, bu cür qanunlu və ağır məsələlərə səbəb olmuş əməliyyat həyata keçirildi. Eyni zamanda İslam tarixindən olan əməliyyətlərə müraciət olunur və təkcə möminin, İslam tərəfdarının ibadətlə məşğul olmamalı, eyni zamanda yaşadığı zəmiyyətdə baş verən haqsızlıqlara, ədalətsizliklərə münasibət bildirilməsi statusları əksini tapıldı. Bu görünür ki, kimlərsə qəzəbləndirir və eyni zamanda mən sizə deyim, Talib Ağazadə də məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 3 gün ərzində mütəşəkkil idarədə ona işgəncə verilir və bu nardaran əməliyyatının nardaranda baş verən proseslərlə və ümumiyyətlə Azərbaycanda dövlət çevrilişi həyata keçirilməsi və s. baxımla bağlı həmin prosesin arxasında Milli Şuranın konkret olaraq Əli Kərimli və Cəmil Həsəninin dayanması ilə bağlı ondan ifadə almaq istəyirlər. Yalnız Talib Ağazadənin ağla gəlməz məxfi və cəsarəti bu planı pozuldu. Belə olan halda Milli Şuranı, konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasını bu və ya şəkildə bu ittifaqla bağlamaq lazım idi. Məhz Talib Ağazadə o ifadəni verməyəndən sonra dekabrın 8-də 2015-ci ildə Fuadın həbs həyata keçirildi və absurd Fuad tanımadığı adamlarla bir yerdə mütəşəkkil dəstənin üzvü kimi xarakteriz olunur. Nəhayət son sual və haşına qısa cavab verək. Bu məhkəmə, nardaran işi məhkəməsi, gəlinin ağır olacaqdır. Həm apresiya və digərlərdən sorumludur, bir 12 nəfər. Azərbaycan məhkəmə tarixində son 20 ildə müxtəlif məhkəmələr oldu. Birisi 2003-cü ildə, 95-ci ilin Aman hadisələri, 94-cü oktyabr hadisələri, 98-ci ilin prezident seçimində olan hadisələri, 2000-ci ilin seçkiləri, 2003-cü ilin seçkiləri və 2002-ci ilin o cürə referendumdan sonra həbslər. Nə niyyətdə qalacaq proses? 25 yanvar prosesi. Bəli, bu proses mənim yaddaşımda yəqin ki, 2 məsələ ilə yadda qalacaq. Bir, ağla gəlməz işgəncələr, dövlətin öz vətəndaşına verdiyi ağla gəlməz işgəncələr və təsəvvürün ki, hətta bu işgəncələr o qədər böyük və o qədər miqyaslı təsəvvür olmaz idi ki, hətta təqsirləndirilən şəxslər müəyyən hallarda və əksər hallarda detallara getmədilər. Mənim yaddaşımda ən vacib məsələ kimi bu qalacaq. İkinci bir məsələ, məhkəmə gedişində məhkəməyə olan təzyiqlər. Təsəvvürün ki, məhkəmə gedir, məhkəməyə gələn şahidlər aparılır, işgəncə verilir məhkəməyə gələn şahidlər. Məhkəməyə gələn prosesdə iştirak edən şəxslər aparılır, polisə həbs olunur və sonra cinayət işlər çıxır. Məhkəmədə gəlib insanlara, təqsirləndirilən şəxslərə, həmrəylik edən şəxslər polis idarələrinə çağırılır və həllələnir. Məhkəmədə müdafiə prosesini həyata keçirən vəkillər təzyiq olunur və müxtəlif instansiyalar tərəfindən. Məhkəmə gedişində Azərbaycan dövlət televiziyası daxil olmaqla digər kanallar
Ali Bağzadənin və tərəfdarlarının artıq cinayətin sübuta yetirilməsi ilə bağlı silsilə Verilişlər. eyni məzmunlu verilişlər verirlər, reportajlar verirlər. Məhkəmə gedişatında Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayır və təqsirsizlik prezumpsiyası hüququnu pozur. Yəni bunlar ağlagəlməz bir şeylər idi. Və Çox sağ olun Yalçın bəy. sağ olun. Ətraflı danışdığınız hər tərəfli detallı. Meydan TV hörmətli tamaşaçılar, bu günləri biz 25 yanvarda nardan işinə bağlı çıxarılan hökm haqqında vəkil Yalçın İmanovu dinlədik. Təşəkkür edirik. Çox sağ olun.